Gülməcə payımız. Bir gəlin olur, bir qaynana. Nədənsə bunlarınki düz gətirmir. Söz-söhbət ayaq tutur, evdən qırağa çıxır. Qaynana deyir, mən qabağımdan yemərəm. Gəlin deyir, mən də səndən əksi kişinin qızı deyiləm ha. Gəlinin əri qalır kəsilə-kəsilə. Bilmir hansına nə desin. Yuxarı baxır bığdı, aşağı baxır saqqal. Allah rizası. Ana anadır. Gəlin də günah yiyəsi deyil. Ana görür oğul qarışmadı işə. Gəlin görür əri qarışmadı işə. Yerlərində sakit otururlar. Ancaq qaynana gəlinin sancmağından qalmır. Hə, gəlin gövdəliymiş. Boy-buxundan Allah onu peşman eləməyib. Bir gün əri ona başmaq alıb gətirir. Gəlin geyir, başmaq ayağına olmur. Əri deyir ki, dükançıya ölçünü düz demişim və bu niyə belə oldu? Anası görür məqamdır. Qayıdır ki, sən dükançıya gülümə başmaq ver demisən. Hə? Deməmisən ki, filmə başmaq ver. Yazıq dükançı nə bilsin, hə?